Bilə-bilə hələ də eyni səhvləri edirsən, bunun elmi cavabı səni təəccübləndirə bilər. Problem sadəcə iradəndə deyil. Problem beyninin qərar verən hissəsi ilə avtomatik reaksiya verən hissələrinin eyni sürətdə işləməməsidir. Sən davranışın səhv olduğunu anlayana qədər beynin daha qədim sistemləri artıq hərəkətə keçirmiş olur. Ona görə də sonradan peşman olacağın sözləri deyirsən, yenə eyni münasibətə qayıdırsan, yenə özünü sabotaj edirsən, bəzi səhvlər edirsən. Çünki anlamaq və dəyişmək eyni şey deyil. Dəyişiklik əvvəlcə düşüncədə yox, sinir sistemində baş verir. Ona görə də seanslarımız sadəcə danışmaqdan ibarət deyil, əvvəlcə sinir sisteminin təhlükə rejimindən çıxmasına kömək edirik. Bədən sakitləşdikcə beynin yeni təcrübələri qəbul etməyə başlayır və yeni təkrar olan təcrübələr sayəsində köhnə neyron yolları zəifləyir, yeni neyron yolları güclənir. Yəni dəyişiklik sadəcə problemi anlamaqla olmur. Bu cür videoların davamını istəyirsinizsə, videonu bəyənməyi və kanalıma abunə olmağı unutmayın.